Salam, videoya xoş gəldiniz. Mən Ayla və hal-hazırda Tibb Universitetində 2-ci kurs tələbəsiyəm. Bu videoda da qəbul imtahanında kimyanı necə 100% yaza bilərsiniz, bu haqda danışacağıq. O zaman videoya keçək. İlk dəfədir bu giriş videosu eləyirəm. Yəni ilk dəfədir bunu paylaşıram. Əslində öncədən hazırlamışdım da, amma bir aydan çoxdur ki, artıq video paylaşmıram. Səbəbi də ki, çünki imtahanlarım var idi və yəni imtahana hazırlıq, imtahanlar hamısı bir yerdə, yəni çox qarışıq bir proses idi. Allahdan bitdi sonunda və yəni orta oldu deyə bilərik. Yəni nə bilim. Yəni daha çox ola bilərdi, amma olmadı. Biraz uzadan danışım. Çünki bilmirəm, mən normalda çox asta danışıram. Çox asta deməyim, yəni orta danışan birisiyəm və videoda da maksimum dərəcədə əslində yüksək danışmağa çalışıram. Amma yenə də səsim az gəlirsə də üzr sayın. Yəni belə, imtahanlarım var idi. Ailəm demişdi, bir-birinə daha yaxşı ola bilərdi və bu semestrimiz, yəni 2-ci kursun 2-ci semestri ən çətin semestrlardandır. Çünki həftənin hər günü, amma hər günü saat 8:30-da dərsə girib 16-da çıxırıq və yəni 5 dənə əsas fənnimiz, ümumilikdə də 10 fən keçirik və yəni kifayət qədər çətin bir dönəmdir, yəni semestrdir. Ona görə belə, biraz qarışıq idi. Amma nəsə, ən əsas odur ki, midtermlərimiz bitdi, indi qaldı əsas semestr imtahanları və semestr imtahanları vəbşə, çünki biraz dediyim kimi, midterm yaxşı olmadı və zərbəçi olmaq istəyirəm. Ona görə, yəni gələk biraz daha çox oxuyam, daha çox üzərində işləyim. Nəsə, buraları keçək. İlk növbədə onu deyim ki, məncə 4-cü qrupların fənləri arasında, qəbul fənləri arasında ən çətin kimyadır. Amma 1-ci qruplarda məsələn riyaziyyatdır. Niyə? Çünki 1-ci qrupların riyaziyyatı həqiqətən də, daha doğrusu kimyası 4-cü qruplara nisbətən qat-qat asandır və 4-cü qrup birisi 1-ci qrup kimyasını çox rahat yazır. Amma 4-cü qrup kimyası niyə bu qədər çətindir bəs? Çünki 4-cü qrupun kimyası elədir ki, sən həm nəzəriyyəni çox yaxşı bilməlisən, həm məsələləri çox yaxşı bilməlisən, yəni reaksiyaları, həm də ki, riyaziyyatı o qədər yaxşı bilməlisən ki, sən həqiqətən də tuta biləsən. Niyə bu qədər bəs, yəni riyaziyyatı yaxşı bilməlisən filan? Çünki məsələn deyirəm, adi məsələdir, çox rahat görünür, amma sən reaksiyanı bilmədinsə getdi, reaksiyanı düzgün əmsallaşdıra bilmədinsə getdi. Yəni bir sual getdi və əgər adi bir hesablama səhv elədinsə, yenə o sualı əldən verdin. Ona görə yəni bir məsələ çox sadə görünə bilər, amma 3-4 etapdan ibarətdir. Amma məncə fizikada və ya adi riyaziyyatda bu belə deyil, daha rahatdır. Fizikada çətin, amma yəni kimya qədər yox məncə. Hə, indi keçək, bəs necə 100% yaza bilərsiniz ki, mən 100% yazmışdım. Əslində yaxşı, okey, başlayaq. Deməli, mən necə 100% yazmışdım? Mən ilk 9-cu sinifdə hazırlığa başlamışdım. Və 9-cu sinifdə başlayanda artıq cümlə elə başlayıram ki, cümlə axırını gətirə bilmirəm. Yəni 9-cu sinifdə başlayanda mən dedim ki, okey də, yəni həqiqətən də çətin gedir. Çünki kimya nə bilməyim, ne danışım bilmirəm. Yəni ki, nə deyirəm? Niyə? Gözləyim bir dəqiqə. 1 hour later. 1 eternity later. Niyə çətin 9-cu sinif? Hə, 9-cu sinifdə mən kimiyaya başlayanda dedim ki, okey də, vəsə, eləyə biləcəm, amma bəzi şeylər, yaxşı. Deməli, mən 9-cu sinifdə niyə kimiyaya başladım? 9-cu sinifdə niyə kimiyaya başladım? Çünki bir nöqtədə əzbər gedirdi və dərsliklər də biraz çətin yazılıbdı. Yəni ona görə və ən əsas biz ayda danışa bilmirəm. Okey. Eləyəcək. Niyə 9-cu sinifdə başladım? 9-cu sinifdə niyə kimiyaya başladım və niyə 9-dan başlamağı sizə də tövsiyə edirəm. Sabaha kadar buradayım bugün. Sabaha kadar buradayım. Əgər 8-9-suzsa, artıq 9-lar üçün keçdiyi bu arada. Elə bilirəm ki, hələ də
semestrin əvvəlidir. Çünki bizim midtermlərimiz bir həftə oldu və o anda fasilə oldu. Uzun müddət fasilə oldu. Bayram tətili falan hamısı demək olar ki, içində getdi. Və elə bilirəm ki, 5-ci kursa 5-ci semestrə başlamışam da, yəni 5-ci kurs yox, 5-ci semestrə başlamışam. Elə hiss elətdir, amma ona görə biraz universiteti 2-ci kursu bitirdiyimi algılaya bilmirəm və 9-lar artıq bitir, 10 olur və onları hələ beynimdə yerləşdirə bilməmişəm da. Nəysə, yenə söhbət etdim. Niyə 9-cu sinifdən başlamağı sizə tövsiyə edirəm? Mən 9-cu sinifdə kimya hazırlığına getməyə başlamışdım və yəni ki, niyə 9? Çünki daha rahat suallarınızı verə bilirsiniz. Mən beni danışamıram. Çox daha rahat suallarınızı verirsiniz. Demək olar ki, müəllimlər sizə qınamır. Çünki deyir ki, yəni hələ 2 iliniz var qabaqda və yəni o qədər də qınamır. İstədiyiniz qədər asan sualları verə bilərsiniz. Yəni asan sual dedikdə, məsələn deyəm kiçik bir məqamsa qaranlıq qalıbdı, amma onun sinif olsanız bir nöqtədə o sualı, yəni hətta onun sinif olsanız belə, o sualı bir nöqtədə o qədər də rahat verə bilməyəcəksiniz. Hətta əgər müəlliminiz gücüm şagird kimi tam bilirsə. Amma məsələn 9-cu sinif olsa bu çox rahat olacaqdır. Nə qədər istəsəz o qədər sual verə bilərsiniz. Həmçinin məsələn 9-cu sinif 10-cu sinifə keçən yayında istədiyiniz qədər suallar işləyə bilərsiniz və bilirsiniz ki, zaten hələ mənim 2 ilim vardı və məsələn mən 9-dan 10-a keçən yayında dinamika işləyirdim, inkişaf dinamikası. Və orada məsələn çox nadir hallarda 18-19 dənə yazırdım. Hələ 1-ci qrup kimyasında 18-19 yazırdım. Bəzən orada 21-22 yazırdım, o zaman sevinirdim. Amma normalda məsələn 4-cü qruplara yazırdım 11-12, bəzən 15-16 olurdu və həqiqətən bəzən keyfim düşürdü, amma sonra deyirdim ki, okey, zaten mənim 2 ilim vardı və bu müddət ərzində kifayət qədər çox işləyəcəm və dəfələrlə təkrarlayacağam. Əlbəttə ki, daha yaxşı olacaqdı. Yəni bu sizə bir nöqtədə daha rahatçılıq gətirir, amma dərsinizdə oxuyursunuz. Bəs 10-cu sinifdən başlasaz, 10-cu sinifdən başlasaz yenə eyni əslində proseslər sizi gözləyir bir nöqtədə, amma biraz daha stresli olacaqdır sizin üçün. Bu əslində digər fənlər, yəni biologiya və kimya, fizikaya aid deyil. Çünki biologiya sadəcə əzbərdir və düşünürəm ki, sadəcə başa düşərək öyrənmək, başa düşərək əzbərləmək yəni daha rahat olacaq. Çünki 10-cu sinifdə deyəlim getdiniz, əzbərlədiniz. Okey, yayda oturdunuz, deyəlim təkrarladınız ya da eləmədiniz, inşallah eləyərsiniz. 11-ci sinifdə də məsələn təkrarladınız, bilirsiniz ki, yəni full təkrardır. Bir dəfə baxsaz üzünə ya da təkrarlasaz, əzbərləsəz yaza biləcəksiniz. Məsələlərdir ki, yəni başa düşsəz yazacaqsınız. Amma kimya elə deyil. Kimya daha çox praktika istəyir, daha çox test işləməyizi istəyir, riyaziyyatınızın daha yaxşı olmasını istəyir və çox şey istəyir sizdən. Həmçinin nəzəriyyəniz də çox yaxşı olmalıdır ki, siz yəni həm məsələni, həm nəzəriyyə suallarını yaza biləsiniz. Amma fizikada yəni sadəcə riyaziyyat istəyir və təməl fiziki biliklər istəyir sizdən. Yəni əsas düsturlar, nəzəri sual zaten 2-3-dən düşür, mən bildiyim qədərilə. Yəni əsas kimyaya da çox önəm verin. Kimyaya çox önəm verin. Amma yəni məsələn 9-cu sinifdə deyəm kimyanı çox yaxşı oxusaz, 10-cu sinifdə artıq biologiya və fizika da gələcəkdir. Siz kimyanla sıfırdan başlasanız sizin üçün çox mənfi şey olacaq. Çünki daha çox stres olacaqsınız ki, mənim 1 ilim qalıb heç nə oxuya bilmirəm, heç nə öyrənə bilmirəm. Bu şəkildə olacaq. Amma əgər 10-cu sinifsiz və kimyaya təzə başlamısınız, artıq geriyə də dönə bilmərsiniz, çalışın ki, yayınızı çox yaxşı dəyərləndirin. İndi zaten 10-cu sinifə də gələcəm. Zaten 10-cu sinifdəyəm. Yəni çalışın ki, yayınızı çox yaxşı dəyərləndirin. Həm 9-dan 10-a keçirsinizsə, çalışın inkişaf dinamikası işləyin. Nəzəriyyəyə mən bilirsiniz necə oxuyurdum. İnkişaf dinamikası işləyirdim çünki çox maraqlı gəlirdi. Yəni 25-25 suallarda cəmi 2 dənə, 3 dənə sınaq işləyirdim və yəni çox da özümü yormurdum, nə yalan deyim. Əsasən riyaziyyat baxırdım. Riyaziyyatdan həndəsi işləyirdim çünki mənim həndəsim çox zəif idi, amma bu günün mövzusu deyil. Sonra yoxlayırdım. Məsələn, deyəlim ki, başa düşdüm ki, bu səhvdir. İlk növbədə ən əsas nüans sadəcə səhvlərimə baxmırdım. Həm səhvlərimə, həm düzlərimə baxırdım. Çünki bu zaten yay müddətində də və çox işiniz olmayacaqdır. Həm səhvlərinizə, həm düzlərinizə baxmaq, xüsusilə düzlərinizə baxmaq sizə çox şey qatacaqdır. Məsələn, adi hal-hazırda da bir şey oxuyuruq ya da bir şey mən məsələn deyim test işləyirəmsə, baxıram ki, okey, bunu düz yazmışam. Üstündən bəzən olur ki, keçirəm, çünki vaxtım olmur o qədər də. Okey, keçəndə artıq ikinci dəfə o test mənim qabağıma çıxanda, mən bu sualı görmüşəm deyirəm, amma sualın cavabını
tapa bilmirəm rahatlıqla. Çünki bilirəm ki, orada keçmişəm, nə yazmışamsa da artıq nə düşünmüşəm, yazmışamsa, hansı məntiqlə yazmışamsa, onu düz yazmışam. Amma burada artıq yadımdan çıxır və ona görə tövsiyə edirdim ki, belə bir şeyi siz eləməyin. Maksimum dərəcədə həm düzlərinizə, həm də səhvlərinizə baxın, həm də boş qoyduqlarınıza baxın. Başa düşmədiklərinizi qayda kitabı, qayda əgər nəzəriyyə dəftəriniz varsa, nəzəriyyə dəftərindən və ya ChatGPT-dən, yəni ChatGPT-dən soruşa bilərsiniz, müəllimdən də soruşa bilərsiniz. Sadəcə yayda biraz müəllimləri narahat eləmək nə dərəcədə düzgündür. Mən hər zaman çəkinirəm elə şeylərə. Ona görə, amma əgər siz çəkinmirsinizsə, müəllimdən də soruşa bilərsiniz. Mən ChatGPT o qədər qəşəngdir ki. Yəni hər şeyi, biri AI nə idi? Bir süni intellekt bu qədər mükəmməl olar. Yəni riyaziyyat bilir bu adam. Biyokimiya bilir. Amma bizə nə problemdir? Məsələn, deyirəm ki, məsələ həll edə bilmir. Riyaziyyatı zəifdir. Üçüncü qrup, ChatGPT insan olsaydı məncə, üçüncü qrup olardı. Tarixi çox qəşəng bilir, ədəbiyyat çox qəşəng bilir və nəzəri fənləri daha yaxşıdır məncə ChatGPT. Ona görə məncə üçüncü qrup olardı. Elə bir şey, üçüncü qrup oğlan özdə. Amma çox savadlı oğlan olardı belə. Açıq bilir falan, arıq uzun. 11-ci sinifə keçmədən öncə bunu qeyd edeyim ki, həqiqətən də bu müddət ərzində düzgün repetitor, yəni sizə uyğun olan repetitor seçimi çox önəmlidir. Çünki həqiqətən də bəzən bu nəticə, yəni göstərilən nəticənin önəmi olmur. Deyirəm ki, bir müəllimin nəticələri göz önündə çox yüksəkdir. Ancaq sizə uyğun tam siz müəllimi başa düşmürsünüz. Amma digər müəllim göz önündə çox nəticələri yoxdur, amma çox yaxşı izah edir və həqiqətən siz bu müəllimi çox yaxşı başa düşürsünüz. Yəni sizə çox yaxşı izah edir. Bu zaman əslində bir nöqtədə göstərilən rəqəmlərə deyil, həqiqətən də müəllimi necə başa düşdüyünüzdən asılıdır. Digər müəllimi pisləmirəm əlbəttə ki. Sadəcə sizə uyğun, sizin başa düşdüyünüz müəllimin olması çox daha önəmlidir. Niyə düzgün repetitor seçimini vurğuladım? Çünki məsələn mənim kimya müəllimim həqiqətən də çox yaxşı idi və mən əgər 100% yazmışamsa, əlbəttə ki, müəllimin əməyi burada çox-çox önəmlidir. Müəllim deyirəm ki, bəlkə də demək olar ki, bütün müəllimlər eyni sualı işlədirdisə, amma o sualları işlətmə qaydaları, o sualları izah eləmə qaydaları olsun, hər müəllimdə fərqlidir və mən həqiqətən düşünürəm ki, bu seçimdə həqiqətən çox doğru bir seçim eləmişəm. İndi müəllimin adını çəkmək nə dərəcə düzgün olar deyə deməyim. Amma həqiqətən də çox yaxşı idi və müəllim bizə nəzəriyyələr yazdırırdı və 9-cu sinifdən etibarən həm 9, həm 10, həm 11 demək olar ki, eyni nəzəriyyələr üzərindən gedirdi. Ona görə, yəni dəfələrlə eyni şeyləri təkrarlamaq mənim üçün həqiqətən çox-çox yaxşı olurdu. Normalda mən biraz əzbərim zəif biriyəm, amma tibb oxuyuram, nətər olubsa. Əzbərim zəifdir. Ona baxmayaraq, zaten onda 3 dəfə təkrarlamışam, deyə zəhmət olmasa. Amma yəni həqiqətən də çox qəşəng idi. Yəni həqiqətən nəzəriyyələr çox qəşəng yazdırırdı və biz nəzəriyyə kitabı olaraq dimin öz vəsaitini istifadə edirdik. Burada dimin öz vəsaitini biraz daha çətin yazılıbdı. Məsələn, ümumiyyətlə dimin kitabları biraz daha ağır dildə yazılıbdı. Amma məncə ağırdır. Məsələn, deyirəm ki, biz tipdə də bu dimin öz kitabları olur, rezidenturaya hazırlaşanlar üçün. Onlardan istifadə edirik. Amma Tibb Universitetinin öz kitabları da var, tədris kitabları. Amma mən məsələn o rezidentura kitablarını çox daha yaxşı başa düşə bilmirəm. Çünki çox çətin yazıbdır. Çətin deməyim. Məsələn, deyirəm ki, bir cümlə yazıbdır rezidenturada. Amma əslində dərslikdə o cümləni çox yaxşı aydın izah edibdir. Ona görə dərslikdə daha uzun olur mövzu. Məsələn, burada 50 səhifəsi, burada 12 səhifə falan olur. Amma ona baxmayaraq, yəni dərsliyi oxumaq daha yaxşıdır ki, daha yaxşı başa düşəsən. Daha yaxşı başa düşəsən. Yəni ona görə biz dimdən oxurduq, amma dimi yaxşı başa düşməyimizdə əsas səbəb müəllimi yazdırdığı nəzəriyyə olurdu. YouTube-dan əslində çox dəstək almırdım, amma 9-cu sinifdə YouTube izləyirdim və əslində yaxşı kanal yoxdur. Yəni YouTube məhz kimya və biologiyadan yaxşı kanal yoxdur. Amma fizikadan Fizik Efes kanalı yəni çox qəşəng. Yəni bir insan, bir YouTube kanalı bu qədər mükəmməl olur. Bir izah bu qədər mi çox yaxşı olar. Yəni həqiqətən
Okay, bu söhbəti şey eləməyim, amma fizika müəllimimiz həqiqətən çox yaxşı izah edirdi. Amma mən məsələn bir dəfə başa düşmürdümsə, ikinci dəfə soruşurdumsa, okay, müəllim ikinci dəfə də izah edir. Amma burada üçüncü dəfə soruşa bilmirdim də. Yəni özüm də istərsəniz utanırdım və uşaqlardan da okay, 2 sual soruşdum, 3 sual soruşdum, biz 4, 5, 6. Amma fizika həqiqətən çox qəşəngdir və istədiyim bir şəkildə məsələn arxaya verirdim, izləyirdim təzədən və ya daha yavaş izləyə bilirdim. Əsəbləşirdimsə, yəni daha vaxtım az isə daha sürətli izləyirdim. Başqa nə olurdu? Necə olurdu hazırlıq müddətimiz? 19-cu 10-cu sinifdə məsələn deyəm ki, dim işləyirdik. Ondan sonra özümüz yoxluyurduq. Bunu deyim ki, ümumiyyətlə dim işlədikdən sonra, adi yəni dim ev tapşırığı olaraq işlədikdən sonra mütləq ki, özünüz yoxlayın. Yəni bu əsasən yəni köçürmək məqsədilə demirəm. Özünüz yoxladıqdan sonra, məsələn deyirəm ki, görürsünüz ki, hə bu sualda siz B yazmısınız, amma cavab A-dır. Yəni birbaşa hazırlıqda bu qədər vaxt itirmək. Yəni bir var ki, siz 2 saat hazırlıqda olursunuz. Okay, sualları yazmısınız. Sonra oturursunuz, sualları yoxluyursunuz. 20 dəqiqə onda getdi. Daha sonra mən düzlərinizə də baxmalısınız. Okay, baxa bilmirsiniz. Sonra səhvlərinizə baxırsınız, səhvlərinizə və boşlarınıza. Səhvlərinizə baxırsınız, yarım saat, 1 saat elə getdim. Müəllimdən soruşmaq filan. Və hazırlıq müddətində olanda siz səhvlərinizə o qədər də çox diqqətlə baxmırsınız. Yəni diqqətlə onu fikirləşmirsiniz. Okay, baxdınız, başa düşmədim. Okay, müəllim deyirsiniz, müəllimdən soruşursunuz. Amma özünüz evdə bunu eləyəndə həm boşlarınızı maksimum dərəcədə istəyirsiniz, daha az yazmadığınız olsun, yazmadığınız suallara da daha çox vaxt ayırırsınız və baxırsınız. Həm düzlərinizə baxırsınız. Çünki düzlərinizə baxmaq həqiqətən də çox önəmlidir. Yəni sadəcə bir müddətdə, yəni məsələn bir köhnə sınaqdan təzə sınağa qədər bütün fənlərdə düzgün yazdığınız suallara da baxın. Həqiqətən görəcəksiniz ki, çox fərq eləyir. İnşallah çox sürətli danışıram. Mən normalda da belə danışıram. Ona görə. Görəcəksiniz ki, çox fərq eləyir. Həqiqətən də çox fərq eləyir və bu inkişafı özünüz də hiss eləyəcəksiniz. Yox, əgər görsəz ki, yox, mən heç bir inkişaf hiss eləmədim, okey, o zaman baxmarsınız. Nə danışırdım, yeni yadımdan çıxdım. Hə, hazırlıq müddətində yoxlayanda dediyim kimi siz səhvlərinizə də çox baxa bilmirsiniz. Birbaşa müəllimdən soruşursunuz. Okay, müəllimdən soruşmaq əlbəttə ki, pis bir şey deyil. Sadəcə biri var ki, siz özünüz onun üzərində işləyirsiniz və özünüz çalışırsınız, öz üsullarınızı tapırsınız. Amma müəllim izah eləyəndə müəllim öz üsuluyla izah eləyir və siz onun nə qədər yadınızda qalır. Amma məsələn öz üsulunuz olanda həm çox rahat üsul tapmış olursunuz, həm yadınızda qalır. Həm də ki, məsələn, bəzən olur ki, müəllimdən soruşur ki, uşaqlar bu sualı kim yazıb? Sən heç kəs yazmıyor, bir dənə siz yazmısınız. Ya da ki, 2-3 uşaq yazıbdır. 2-3 uşaq yazıbdır. Müəllim deyir ki, hə, okey, falan kəs səndir. Siz də deyir də. Siz də məsələn deyirsiniz ki, müəllim mən belə yazdım və öz üsulunuzu deyirsiniz. O zaman müəllim deyir ki, hə, okey, bu da fərqli üsuldur. Yəni belə şey olursunuz da. Müəllim tərəfindən belə okay, bu uşaq çalışır və öz üsulları vardı. Hallı olsun bu uşağa deyir və elə düşünür. Yəni müəllimin ağlında yaxşı uşaq kimi qalmaq istəyirsinizsə, bu üsuldan istifadə edin. Yox, istəmirsinizsə eləməyin. Öz qərarınız. Hə, sonra nə danışırdıq? Hə, biz orada deməli hazırlıq müddətində məsələn suallarımızı verirdik. Bir də ayda əslində bu mövzunu öncəki videolarda da qeyd etmişəm. Ümumiyyətlə bir çox videolarda dediyimi öncəki videolarda da qeyd edirəm, amma qarışıq qeyd edirəm. Yəni öncəki videolara bəzən olur ki, bəzi şeyləri demirəm, yadımdan çıxır ya da. Ona görə köhnə videolarda mütləq baxın. Hansılar lazımsa onlara baxın mütləq. Yəni 9-10 baxın. Yəni 2 qısa qoyun, amma baxın. Bu yəni həqiqətən də çox sadəcə 10-cu siniflər üçün olan tövsiyələr deyil, həqiqətən 11-lərə, 9-lara da kömək olan tövsiyələr vardı. Okay. Bu. Deməli, biz kimyada belə bir üsuldan istifadə edirdik. Mən bunu daha sonrasında digər fənlərə də artıq eləməyə başladım. Belə ki, məsələn deyirəm ki, səhv yazdığımız ya da yazmadığımız sualı testin üstündə qeyd edirdik, daha doğrusu işləmirdik. Məsələn deyirəm ki, 65-ci sualı səhv yazmışamsa, bunu yaşıl markerlə topun üzərində qeyd edirdi. Və bu bizə nə verirdi? Məsələn, gələn dəfə o sualı o testdə işləyəndə, axı
toplumu biz sadəcə bir dəfə işləmirik, 2-3 dəfə işləyirik və ikinci, üçüncü dəfə işləyəndə artıq bilirsiniz ki, məsələn, ilk dəfə yazanda bu sualı səhv yazmışam və bu dəfə görürsünüz ki, okey, bu sualı düz yazıram. Deməli, inkişaf vardı məndə ki, mən əvvəl səhv yazdığım sualı indi düz yazıram və başa düşmüşəm bu sualı. Və ya yazmadınız və ya düz yazmısınız, amma tam başa düşməmisiniz. Mən yenə də onun üzərində işarə qoydum və hər birini fərqli-fərqli qələmlərlə qoydum ki, gələn dəfə baxanda, okey, mən bu sualı səhv yazmışam, yoxsa düz yazmışam, yoxsa mexaniki səhv eləmişəm, mexaniki səhvlərimi də qeyd edirdim. Yəni bunu sadəcə kimyada yox, bütün fənlərdə istifadə etməyə başlamışdım. Əgər 11-sinizsə, yenə də eləyin. Siz niyə əlavə olaraq qeyd etməlisiniz? Çünki bu əslində kimya müəllimimiz yenə bizə qeyd eləmişdi. Sonrasında məsələn deyim ikinci, üçüncü dəfə təkrar eləyəcəksiniz. Artıq iyunun 1-də imtahanınız və bu müddətdə çox az vaxtınız qalıbdı. Deyirəm oturub bütün toplumu bir anda işləyə bilmərsiniz heç vaxt. Amma sadəcə işarələdiyiniz sualları çox rahat bir şəkildə, yəni indi sualların sayından asılı da düzdür. Amma bir günə, 2 günə siz rahat bütün toplumu bitirə bilərsiniz. Hətta yəni çox işləsəniz, bir günə bütün toplumu işləyə bilərsiniz həqiqətən də. Yəni, digər sualları zaten düz yazmısınız, amma bu sualları səhv yazmısınız və ya mexaniki səhvlər eləmişsinizsə, onları işləyərək əslində bütün toplumu işləmiş olacaqsınız. Və beləliklə bu sizə həm çox vaxt qazandıracaq, həm də əsas probleminiz olduğu sualları işləyəcəksiniz. Çünki tək və cüt rəqəmlərə, okey, bəzən olur ki, deyirəm, ən əsas məsələ tək rəqəmdədir, amma siz cüt rəqəm işləyirsiniz. Getdi o məsələ məsələn. Ya da ki, ən asıl sualları vaxt ayırmaq, yəni mənasız bir nöqtədə. Sadəcə sizin səhv yazdığınız sualları işləməyiniz daha yaxşıdır, daha xeyirlidir sizin üçün. Digər bir şey də ki, məsələn 11-ci sinifdə test sınaqlar işləyirdik. Siz yəni maksimum dərəcədə hər videoda deyirik, hər videoda hər kəs deyir bunu. OTK sınaqları, model sınaqlar, toplumun arxasında məsələn şeylər olur. Toplumun arxasında bir situasiya məsələləri olur. O heç, onu zaten işləməlisiniz. Bir də nə olurdu? Ümumi təkrar kimi suallar olur. O sualları mütləq çox-çox yaxşı işləyin. Çünki əsas suallar əslində oradan düşür. Yəni fizikada bizdə oradan düşmüşdü, kimyadan da oradan çox sual düşmüşdü. İnkişaf dinamikaları işləyin mütləq. 11-ci sinifdə bunu çatmaq biraz çətin olur. İnkişaf dinamikalarını. Amma çox rahat gedir düzü. Yəni çalışın ki, artıq buraxılış biti bir nöqtədə vaxtınız var deyəcəm, amma əslində buraxılış bitəndən sonra qəbul heç şəkildə çatdıra bilmirdim mən. Bu necə olur da bilmirəm həqiqətən. Amma 3 dənə fənni, yəni heç bir şəkildə tam çatdırdım, okey, amma yəni tam istədiyim kimi çatdıra bilmirdim. Demin sınaqları olur. Daha doğrusu sınağı olur bir dəfə. Ona da tövsiyə edirəm ki, gedin. Əgər gedə bilməsəniz də mütləq ki, alıb işləyin və amma bunu yəni rahat bir şəkildə deyil də sanki imtahandaymış kimi işləməyə çalışın. Bu daha yaxşı olacaq sizin üçün. Belə başqa çalışın ki, nəzəriyyəni çox yaxşı öyrənin, məsələləri çox diqqətlə oxuyun, həqiqətən də, yəni kimya məsələləri daha diqqət tələb edir və çalışın ki, həqiqətən çox diqqətlə analiz eləyə yazın və ən əsası məsələni oxuyan kimi birbaşa reaksiya yazın. Yəni məsələdə hansı reaksiya istəyirsə, birbaşa o reaksiya yazın ki, sizə daha rahat olsun getmək. Daha sonrasında isə imtahan. İmtahanda mən necə oldu? Mən əslində birinci imtahanı girəndə, yəni qəbul 1-ə girəndə ən əsas məqsədim kimyadan 30 yazmaq idi və həqiqətən də buna nail oldum. Kimyadan 30 yazdım. Amma digər fənləri çox pis yazdım, xeyir pis yazmadım. Əslində elə mən birinci nəticə ilə getdim. Biraz biologiya və fizikam aşağı oldu. Əslində yəni belə, biologiya və fizikam aşağı oldu. Amma ki, ümumilikdə elə birinci nəticəmlə getdim. Biologiya ilə bağlı mən narahat eləməyə başladım ki, okey, çox az yazmışam 4-cü qrupa görə, çünki həqiqətən az yazmışdım və yəni düşündüm ki, repetitor müəllimlə uyğunlaşa bilmirəm. Ona görə dəyişmək qərarına gəldim. Yəni daha uyğunlaşa biləcəyim bir müəllim tapmaq istədim və bu zamanda çox özümü yükləndim, çünki həm gün ərzində artıq 2 dəfə biologiyaya gedirdim və mənim digər fənlərə əsla vaxtım qalmırdı. Və nəticədə həm fizikaya gec girdim, həm biologiyaya gec girdim, həm biologiya tam oxuya bilmirdim. Kimya okey oxuyurdum, amma yenə də belə tam belə istədiyim kimi getmirdi də. Ona görə yəni artırmaq əvəzinə 50 bal aşağı salmışdım və nəticədə də istədiyim nəticə olmadı və həqiqətən də 50 bal aşağı gəldi qəbulda. 304 birinci qəbulda gəlmişdi, ikinci qəbulda artıq 250 gəlmişdi. Belə. Mən yəni əsas məqsədim kimyadan 30 yazmaq idi. Ona görə əslində birinci kimyadan başladım. Amma əslində
Nə qədər əslində dedim. Kimyadan 30 yazmaq istəməz. Yəni əsas məqsədim o olmasaydı da belə yenə kimyadan başlayacaqdım. Çünki mənim üçün əsas rahat fən oydu və tövsiyə eləyərəm ki, sizə də qəbulda da çalışın ki, sizə daha rahat fən hansıdırsa o fəndən başlayın və digər sualların heç birinə baxmayın. Elə ki, mən bilirsiniz necə başladım? Gözümü yumdum və bildim ki, qıraqdan belə. Baxın, gözümü yumdum deyə apardım. Baxdım qıraqdan, gördüm ki, okey, bu kimya fənni də artıq. Açdım kimyanı və digər sualların heç birinə baxmadım. Birinci sualdan sırayla getdim. Gördüm ki, bir məsələn alınmır, 2-yə keçdim. 2 alınmır, 3-ə keçdim. Amma bilirdim ki, alınacaq əvvəl-axır bir sual. Və nəticədə də yəni 30-30 elə yazdım. Daha sonrasında fizika, daha sonrasında isə biologiyaya keçdim. Bilirəm ki, sizlər üçün çox-çox faydalı olar və gələcək videolarımızda görüşmək ümidi ilə sağ olun.